Allah buyurur ki, onların etdikləri qəlblərinin nədir? Qəlblərinin üstünü örtdü artıq. Günahın digər bir təsiri budur ki, insan ruhiyyəsini insandan iman ruhunu əlindən alır. İnsanda bir iman ruhu var. Bu iman ruhu səni xeyir işlərə dəvət eləyir, gözəlliklərə çağırış eləyir. İçində hiss eləyirsən bunu sən. Kör olan bu zahiri gözlər deyil, kör olan bu insanın qəlbidir. Çünki psixologiyada deyir, insan etdiyi əməllər onun ruhiyyəsinə yansıyır, psixologiyasına yansıyır sonradan. Etdiyin əməl ruhiyyəndə əks olunur. Və insan pis əməllər ki eləyir, bax bu pis əməllər insanın ruhunu zülmətlərə doğru sürüklüyür. An dərinliklərə doğru gedir. Bir də insan ayılır ki, nədir? Yaxşılıqları sevmir artıq. Pis əməlləri sevir. Pis əməlləri ilə fəxr eləyir. Günahın digər mənfi təsiri. Günah edən insanlar həmişə ölümdən qorxarlar. Quran-ı Kərimdə Allah Teala Cümə surəsində buyurur. Yahudilərə xitab edir ki, Yahudilər, əgər siz iddia edirsiniz ki, siz Allahın övliyalarısınız, insanlardan fərqli olaraq Allah dostlarısınız, neyin? Əgər doğru deyilsiniz, bir ölüm arzulayın, görün, hələ ölmək istəyirsiniz. Onlar heç vaxt neynəyərlər? Arzulamazlar. Niyə? Etdikləri əməllərə görə. Günahkar insan o qədər pis əməllər edir ki, Allahla qarşılaşmaq istəmir. Ölümə sevməz, ölümü sevmir. Ölümdən sonraki həyatı başlayır inkar eləməyə, axirəti sevmir. Çünki cavab verməlidir axı. Deyir, boş ver, hamısı yalan, heç nə yoxdur. İmam Həsən əleyhissalamdan nəql olunur bu hədis. İmam Həsən əleyhissalama gəldilər, dedilər ki, niyə biz ölümə nifrət eləyirik, sevmirik, ölümü xoşlamırıq? İnsan ölümü sevməməsi normal bir şeydir bu. Ölümdən qaçması normal bir şeydir. O məsələ burasındadır ki, yəni ölümü sevməməkdən məqsəd budur ki, yəni artıq ki sən deyir, mömin deyir, ölümü o vaxt sevəcək ki, ölüm anında pərdələr ki götürüldü, mükafatlarını görəcək. Orada sevəcək. Yəni bu dünyada biz sevməsək də, yəni son anda sevəcəyik, bunu əmin olaq. Əgər yaxşı əməl sahibləri isə. Niyə biz ölümə nifrət eləyirik? İmam Həsən əleyhissalam buyurdu ki, çünki siz axirətinizi xarabalığa çevirmisiniz. Dünyanızı da abadlaşdırmısınız. İndi siz bu abadlıqdan o xarabalığa köçməyə nifrət eləyirsiniz. Məsələ budur. O tərəfə heç nə göndərməmisiniz. Nəyiniz var burada deyə sizin? Nəyi var burada saxlamısınız? O tərəfdə heç nə yox. Bir hədis şərif var, buyurur Hazreti Rasulullah sallallahu aleyhi və səlləm, dünya möminin həbsxanasıdır. İndi hərə bir cür izah eləyib də bu hədisi. Böyük əxlaq ustadı Mövla Muhammed Mehdi Nəraqi Cami Saadət kitabında bu cür izah verir. Deyir, insan həbsdə olanda necə olur? İnsan həbsdə olanda sevdiklərindən məhrum olmusan. Azadlığından məhrum olmusan, sevdikləri də görə bilmirsən. Dar bir hücrədəsən, sevdiklərin o tərəfdədir. Övladın o tərəfdədir, valideynlərin o tərəfdədir, xanımın o tərəfdədir, qohum qardaşın o tərəfdədir, dost daşınan o tərəfdədir. Onlar üçün darıxırsan, bu sənə sıxıntı verir, əzab verir, çətinlik verir orada. İndi gəl möminin halına bənzədir ki, mömin bu dünyadadır. Əgər möminin sevdikləri axirətdədirsə, sevdiyi peyğəmbərdirsə, sevdiyi imamlardırsa, sevdiyi Allahdırsa, o zaman bu dünya insan üçün dar olacaq. Sıxıntı içində olacaq insan. Çünki sevdikləri oradadır. Ona qovuşmaq istəyəcək. O zaman ölümlə nifrət etməyəcək. Çünki bilir ki, ölüm keçiddir. Buradan səni ora tərəfə keçirmək üçün bir mərhələdir. Amma insanın sevdikləri elə burada olsa, insan köçmək istəməz ki buradan. Buranı tərk etmək istəməz ki. Günah əhlinin bütün sevdikləri dünyadır və dünyada olanlardır. Ona görə də heç vaxt ölmək istəmirlər. Amma hər kəs ölümü dadacaqdır. Günahın ən böyük mənfi təsirlərindən biri insanın maddi və mənəvi nemətlərdən məhrum olmasıdır. Hədislərə baxdı, görürük ki, hədislər bizə bu cür öyrədir ki, günahlar insanın bəzən ruzisinin qarşısını alır. Günah insanın mənəvi yüksəlişlərinin qarşısını alır. İnsanın ibadətdən soydurur. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, deyir, Allah Teala bir bəndəsinə nemət bəxş eləyərsə, o neməti heç vaxt onun əlindən almaz, ta ki bir günah edər və nemətin ondan alınmasına layiq olar artıq. Onda Allah o neməti onun əlindən alır. Və yaxud da Əmir əl-Möminin əleyhissalama gəldilər, bəziləri şikayət edirlər ki, ya Əmir əl-Möminin, biz istəyirik gecələr ibadət eləyə bilmirik. Niyyətimizdədir, istəyirik gecə ibadət eləyək, gecə namazlar qılaq, Quran oxuyaq, ibadətlə məşğul olaq, amma müvəffəq ola bilmirik də. Nədir də bunun səbəbi? Əmir əl-Möminin əleyhissalam buyurdu, sən elə bir adamsan ki, günahların səni qandallayıbdır. Günah insanı bu cür mənəvi nemətlərdən məhrum eləyir, insanı maddi nemətlərdən məhrum eləyir. Ümumiyyətlə, günaha nisbətdə insanlar üç dəstəyə bölə bilərik. Bir dəstə məsələn günah eləyir, sonra anlayır, xatırlayır, peşman olur,
tövbə eləyib dönür. Bir dəstə insanlar var ki, günah eləyir. Ona xatırladırsan da dönmək istəmir. Allah belələrini neynir? Allah Taala belələrinə istidrac deyilir buna. Bəla əvəzinə nemət verir. Bəzilərinə bəla verir ki, ayılıb gəlsin. Görür özü gəlməyəcək. Azacıq bir bəla verir bəndəsinə ki, dönsün, qayıtsın. Amma bir qism insanlar var ki, bunlar artıq tövbəyə də layiq deyirlər. Allaha dönüşə də layiq deyirlər. O zaman Allah onları daha da çox verir. Quran-ı Kərimdə buna istidrac deyə işarə olunur. Quran buyurur ki, küfr edənlər fikirləşməsin ki, onlara verdiyimiz bu möhlət var, onlar üçün xeyirlidir. Bu möhlət onlara verir ki, daha çox günah eləsinlər. Onlar üçün çox acı, çox alçaldıcı bir əzab var. O əzaba layiq olsunlar, haqq etsinlər bax o əzabı. İnsan bəzən ona günah edirsən, görürsən ki, Allah da maşallah nemət verir dəsə, bunda ehtiyatlı olmaq lazımdır. Hədislərimizdə də bu tövsiyə olunur ki, günah etdikcə görürsən ki, ilahi nemətlər ardıcıl gəlir, ehtiyatlı ol. Çünki Allah sənin üçün daha böyük bəla hazırlayır. Bir nəfər gəldi, İmam Cəfər Sadiq əleyhissalamın sahabələrindəndir. Gəldi imamın yanına, dedi, ya imam, Allahdan istədim mənə var dövlət versin, mənə var dövlət bəxş etdi. Allahdan istədim mənə övlad bəxş eləsin, mənə övlad bəxş elədi. Allahdan istədim mənə ev bəxş eləsin, mənə ev bəxş elədi. Amma deyir, qorxuram ki, bu istidrac ola. Yəni, Allah elə bu dünyada verir mənə ki, başımı elə bundan qalsın, daha çox günahlara girdab olum. Ahirətdə o acı əzabı dadım. İmam buyurdu ki, əgər həmdləndirsə bunlar, şükürləndirsə bunlar, onda bu istidrac deyil, narahat olma. O vaxt narahat olasan ki, görürsən günah eləyirsən, elə nemətlər də gəlir. Fikirləşmə ki, Allahın əziz bəndəsinə, yox. Bəlkə də Allah uzaq eləsin o insanlardan ki, Allah hələ bu dünyada elə möhlət verir ki, daha çox günah eləyək. Günahın mənfi təsirlərinin biri duanın qarşısının alınmasıdır və ya duanın ləngiməsidir, isticabətin ləngiməsidir. Günah səbəb olur ki, insan etdiyi dualar pərdələnir, duaların qarşısı alınır. İmam Baqir əleyhissalam bir hədisdə buyurur ki, bəndə Allahdan bir ehtiyac istəyər və həmin ehtiyacın ödənməsi də mümkündür. Yəni, həmin istədiyi bir şeyin ehtiyacın şəni elədir ki, bu olmalıdır. Bəzən görürsən, bəzi qardaşlar gəlir deyir ki, hansı işin dalınca gedirəm, alınmır. Alınası iş daha deyir. 100% yəni bu iş alınmalıdır. Mən gedirəm, deyir, mənim bu işim alınmalıdır. Fikirləşib deyir, deyərsən mənə cahd eləyim. Adam sənə cahd eləməyiblər. Git günahları bir düzəltdə. Bəlkə evdə uşaqlarınla doğru davranmırsan. Bəlkə xanımınla doğru davranmırsan. Bəlkə valideynləri ilə doğru davranmırsan. Bəlkə qonşu ilə münasibətin doğru. Bəlkə Allahla sən doğru münasibət qurmamısan. Bunları tənzimlə, bunları islah elə. İmam buyurur ki, bir bəndədir Allahdan bir ehtiyacın istəyər və həmin ehtiyacın da şəni budur ki, bu həll olunası bir məsələdir. Amma deyir, günah eləyir. Allah Taala mələkə deyir ki, onun ehtiyacını həll eləmə. Onu məhrum elə o şeydən. Niyə? O məndir qəzəbinə səbəb olacaq bir əməl etdi və məhrumiyyətə layiq oldu.